Salam dostlar, hamımızın sevdiği ve her yazın vazgeçilmez meyvelerinden biri olan alçanın sezonu artıq çatıb. İnanın, hətta bu videonu çəkəndə belə alçanın gəlməsi üçün dörd gözlə gözləyirəm. Mütləq ki, həyatınızda bir dəfə olsun bu dadlı meyvəni alıb duzlayaraq yemisiniz. Amma bəs bunun nə qədər ziyan olduğunu, bu meyvənin xeyirlərini necə azaltdığını bilirsinizmi? Elə isə keçək mövzumuza. Alçanın faydaları və duzla yeyilməsinin orqanizmə təsirini sizə izah edəcəyəm. İnsanların bir çox qismi bu mövzuda yanılır. Alçanın vitaminləri və faydaları. Əvvəlcə gəlin alçanın içərisində nələr olduğunu bir nəzərdən keçirək. Alça C vitamini, A vitamini, kalsium, potasium və antioksidantlarla zəngin bir meyvədir. Bu faydalı maddələr bədənin immun sistemini gücləndirir, dəri sağlamlığını artırır, həzmə kömək edir və qanın yaxşı dövranını təmin edir. Alça həmçinin yüksək lif tərkibi ilə bağırsaq sağlamlığını da dəstəkləyir. Alçanı duzlayıb yedikdə orqanizmdə nə baş verir? Alçanı duzla yemək bəzən yaxşı ideya kimi görünsə də, əslində bu alçanın vitaminlərini və minerallarını zəiflədir. Duz mədənin turşuluğunu artıraraq alçanın C vitamini və antioksidantlar kimi faydalı maddələrinin bədən tərəfindən daha az udulmasına səbəb olur. Məsələn, C vitamini bədənin immun sistemini gücləndirilməsi və xəstəliklərə qarşı müqaviməti, A vitamini görmə qabiliyyətinin yaxşılaşdırılması, dərinin sağlamlığını qorunması və hüceyrə yenilənməsini təşviq etməsi kimi faydalarının azalması ilə nəticələnir. Bunu isə heç birimiz istəmirik. Duzun həddindən artıq istifadəsi eyni zamanda qan təzyiqinin artmasına, böbrəklərin yüklənməsinə və həzm çətinliklərinə yol açır. Xüsusilə diabet və ürək problemləri olan şəxslər üçün bu əlavə risklər yarada bilir. Bəs alçanı eyni zamanda zəhərli maddələrinin qarşısını alan bir meyvə olduğunu bilirsinizmi? Maraqlısı budur ki, alçanın içərisində olan antioksidantlar bədənin toksinlərdən təmizləməsinə kömək edir. Amma duzla birləşdiyində bu antioksidantların effektliyi azalır. Antioksidantlar bədəndə sərbəst radikallara qarşı mübarizə aparır. Sərbəst radikallar bədənin hüceyrələrini zədələyərək yaşlanma, xərçəng və ürək xəstəlikləri kimi müxtəlif problemlərə səbəb olan zəhərli maddələrdir. İnanmazsınız, amma bu o deməkdir ki, alça təbii olaraq zəhərli maddələrin qarşısını alan bir meyvədir. Bəs necə düşünürsünüz, alçanı duzla yemək nə qədər təhlükəli ola bilər? Məncə artıq bunları bilirsinizsə, bunu etməyə ehtiyac yoxdur. Artıq alçanı necə yeyəcəyimizi bilirik. Bəs yaxşı, alçanı necə seçməliyik? Alça seçərkən bir neçə vacib məqamı nəzərə almaq lazımdır ki, meyvə həm təzə, həm də dadlı olsun. Alça düzgün seçildikdə uzun müddət təzə qalır və yemək üçün ideal olur. Gəlin alça alarkən hansı xüsusiyyətlərə diqqət etməli olduğumuzu daha ətraflı şəkildə araşdıraq. İlk öncə gübrəli məhsullardan uzaq gəzməliyik. Gübrəli alçalar adətən parlaq, böyük, qalın qabıqlı, kimyəvi qoxulu olur. Gübrəsiz alçalar isə təbii, kiçik, yumşaq qabıqlı, təbii qoxulu və bəzən rəng baxımından daha solğun ola bilər. 1. Qabığın təmiz və parlaq olması. Alça seçərkən ən vacib göstəricilərdən biri onun qabığının təmiz və parlaq olmasıdır. Alçanın üzərində toz, ləkə və ya çürümə izləri olmamalıdır. Parlaq qabıq alçanın təzə olduğunu və düzgün saxladığını göstərir. Alçanın qabığı parlaq və canlı rəngdə olmalıdır. Təmiz qabıq onun üstündəki pestisidlərin və kimyəvi maddələrin az olduğunu bildirir. Alça üzərində ləkələr, quru və çürümüş hissələr varsa, bu alçanın artıq köhnəlmiş olduğunu göstərir. Alçanın qabığına toxunaraq onun parlaq və hamar olduğunu hiss etmək yaxşı bir göstəricidir. 2. Yumşaqlıq və sıxılma hissi. Alça çox da yumşaq olmamalıdır, amma çox da sərt olmamalıdır. Əslində yüngülcə sıxın və alçanın yumşaqlığını yoxlayın. Çox sərt alçalar hələ tam yetişməmiş və ya kəsilmişdir. Bu cür alçalar zamanla qırılacaq və daha az dadlı olacaq. Çox yumşaq alçalar isə artıq çürümüş ola bilər. Bu cür alçalar çox tez xarab olur və ümumiyyətlə yeyilməsi məsləhət görülmür. Alçanı əlinizlə yüngülcə sıxın. Əgər çox sərt və ya çox yumşaq hiss olunursa, onu almayın. 3. Çatlar və büzülmüş hissələrə diqqət edin. Alçanın üzərində çatlar və ya büzülmüş hissələr varsa, bu alçanın artıq köhnəlmiş olduğunu və ya düzgün saxlanılmadığını göstərir. Bu alçanın keyfiyyətinin pozulduğunu əlamətidir. Çatlar və ya büzülmüş yerlər alçanın nəmlik itkisini və təbii olaraq glikoza tərkibinin azaldığını göstərir. Büzülmüş alçalar artıq sərt və quru ola bilər.
Bu da onun dadını mənfi təsir edə bilər. Alçanın üzərində çatlar və ya büzülmüş yerlər varsa, onu almamağa çalışın. 4. Rəng və gövdə təsiri. Alçanın rəngi və gövdəsi də onun təzəliyini göstərən vacib amillərdən biridir. Təzə alçalar ümumiyyətlə parlaq və dolğun rəngdə malik olur. Alçaların rəngi növünə görə dəyişir. Sarıdan qırmızıya, bənövşəyə qədər, amma ümumiyyətlə rəngin parlaq olması onun təzə olduğunu göstərir. Gövdəsi yaşıl olan alçalar daha yeni yetişmiş və təzədir. Gövdəsi yaşıl və incə olan alçalar ideal seçimdir. Əgər gövdə quru və qəhvəyi görünürsə, bu alçanın artıq çox vaxt keçirdiyini və öz keyfiyyətini itirdiyini göstərir. Gövdəsi yaşıl olan, parlaq və rəngini yaxşı qoruyan alçalar ən təzə və dadlı olacaq. 5. Kəskin qoxu və dəqiq toxunuş. Alçanın qoxusu da vacib bir göstəricidir. Təzə alça özünə məxsus şirin və təbii qoxusunu yayır. Əgər alça çox ağır və çürük qoxur, bu onun artıq təzə olmadığını və ya düzgün saxlanılmadığını göstərir. Alçanın toxunuşu da onun təzəliyini göstərən başqa bir xüsusiyyətdir. Təzə alçalar əlinizlə yumşaqca toxunduğunda gözəl bir his yaratmalı və təzəlik verməlidir. Təzə alçalar öz parlaq qoxusunu verir, hətta toxunduqda əlinizdə incə və təzə bir his yaratmalıdır. 6. Rəngin bərabərliyi və bütünlüyü. Alça alarkən rəngin bərabər və hamar olmasına diqqət yetirin. Bəzi alçalar qeyri-bərabər rənglərə malik ola bilər və bu onun düzgün yetişmədiyini göstərə bilər. Bərabər rəngdə alçalar təbii şəkildə və düzgün yetişmiş alçalardır. Qeyri-bərabər rənglər alçanın həmçinin qeyri-bərabər yetişdiyini və bəzi yerlərin artıq yumşaq və çürümüş olduğunu göstərə bilər. Alçanın rəngi bərabər olmalı və bir qaranlıq və ya biri qeyri-adi rəngdə olmamalıdır. Qısaca desək, alçanı duzla yemək yalnız sağlamlıq üçün təhlükəli ola bilər, həm də onun təbii faydalarını əhəmiyyətli dərəcədə azaldır. Gəlin alçanı təbiətin verdiyi formada şirin və təzə şəkildə yeyək. Çünki yalnız o zaman onun tam faydalarını əldə edə bilərik. Unutmayın, doğru seçimlər və düzgün qida sağlam həyatın açarıdır. Qeyd etdiyimiz kimi, alça seçərkən diqqət etməli olduğumuz xüsusiyyətlər, onun parlaq rəngi, qabığının yaxşı vəziyyəti, gövdəsinin yaşıllığı və yumşaqlığıdır. Həmişə təzə alça seçin, çünki o yalnız dadlı deyil, həm də sağlamlıq üçün çox faydalıdır. Əgər bu videonu faydalı tapdıysanızsa, kanalımıza abunə olmağı unutmayın və videonu dostlarınızla paylaşın. Hər kəsin sağlamlığı bizim üçün önəmlidir. Gələcək videolarda görüşənədək.